2026-cı ilin mayın 14-ü. Salam mənim gözəl, mənə dəstək olan komandam. Hər vaxtın xeyirli olsun. Gedək sabaha ayın 14-ünə. Gün ərzində nə gözləyir? Pul yollarında nə gözləyir? Və şəxsi həyatda nə gözləyir? Günün əsas olanı öz arzuğa çatmaqdır və ümumi götürəndə arzu qurmaqla bağlıdır. Biraz bir şey sizə yaxınlaşdırım, yaxşı görəsiniz. Hətta siz tez-tez yazırsınız kommentdə bu pişiklə bağlı, pişiyə sevgilinizi görsədirsiniz, o da sizə öz sevgilisini göndərsin. Okey. Deməli arzu ilə bağlıdır. Həm arzu tutmaqla, həm də ki arzu hansı arzunuz yerinə yetəcək. Həm də ki sabahki gündə balaca da arzu olsa, onu elə qəbul eləyin. Balaca da arzunuz yerinə yetirsə, onu elə qəbul eləyin ki, elə bir ki ən böyük arzunuz oldu. Yəni şey eləyin də necə deyim, благодарны olun. Ümumi götürəndə gün ərzində sabahki gün hansısa bir insanla bağlı olacaq bütün gününüz. Çoxluğunuzda sevgiyə ya ailəyə aid olacaq. Yəni ki burada ya sizin istədiyiniz bir insan sizlə danışacaq və sizə nəyisə təklif eləyəcək. Ya da ki ailədə məsələn qardaşınız ya bəysinizsə bacınız məsələmdə, atavız, anavız. Yəni məsələn qızlarda oğlan tərəfdən gedir, oğlanlardansa qız tərəfdən gedir. Bu ilə bağlı sabahki gününüz olacaq. Gün özünə görə uruzulu və bərəkətli bir gündür, amma axşam vaxtı nəyisə sizi narahat edəcək. Ya siz nəyisə kiməsə söz verəcəksiniz və sonra hiss edəcəksiniz ki, bu sözün üstündə dura bilməyəcəksiniz. Ya siz sizə kimsə təklif edəcəksiniz, bununla razılaşacaqsınız və sonra fikirləşəcəksiniz ki, gərək razılaşmazdım. Yəni nəyisə qərara gələndə ehtiyatlı gəlin və fikirləşib eləyin. Mən isə şəxsi baxışın əlaqə saxlamaq istəyirəm. Mənim səhifəmdə üstəgəl 79-dan başlayan 46-na bitən WhatsApp və messenger nömrəmdir. Yazırsınız ya səs atırsınız və səbirli növbənizi gözləyirsiniz. Növbə sizə çatan kimi mən sizə cavab verəcəm. Zəng vurmayın, zəng vuranları avtomatik atıram, bloklar. Pulda sabah belə də gəldi, gəlmədi. Yəni pulda rahatçılıqdır. Pulda sabahki gün pula yox, imенно arzularınıza, niyyətinizə pulla bağlı olmayan, ailə ilə bağlı olan niyyətinə çatacaqsınız və şəxsi həyatda da ona görə də sabah ruzulu bir gün olacaq. Xeyirli olsun, mənə dəstək olan komandama.